Anar doktor, Allah sizi var eləsin. Elə siz bizim əziyyətimiz çəkmişsiniz, əziyyəti halal elə. Mən dünənləri bura pis vəziyyətdə gəldim. Özsüzcə, düzü qorxmadınız, ancaq gördünüz ki, pis vəziyyət. Mən neçə ildir kömək eləmişsiniz. Düzdür, dərmanla, dava ilə demişdiniz mənə ki, özündən müğayət ol. Nə sözün olsa, mən qulluğumda hazır. Mən inanmırdım ki, siz dediyinizin üstündə elə gördüm. Dünən gəlməyimlə siz mənə nətər kömək elədiniz, minnətdaram sizə, işçilər üzə. Buradakı qadınlardır, işləyənlər, mesestradır, hamısı anamızı, bacımız çox mehriban, çox belə bizə ləyaqlı hörmət qoyublar. Allah sizi var eləsin, qardaşlıqdan əski eləməsin. Allah Taala sizin özünüzə belə bir klinika yetirsə, yap belə ləyaqlı olar ki, öz işinizi biləsiniz, cəmaata daha da artıq geniş hörmət qoyasınız. Mən sizdən narazı deyirəm, nə də işçilər üzrə. Allah sizi var eləsin, qardaşlıqdan əski eləməsin. Çox sağ olun, Allah şəfaatı Fakt versin. bugünkü gündə də yaxşıyam. Şükür. Bir sütqan içində mən inanmırdım ki, belənçin ola. Bu günə şükür. Allah sizi var eləsin, Çox qardaşlıqdan əski Çox eləməsin. sağ olun. Çox sağ olun. Mən də sizi nə vaxt, nə sözünüz olsa qulluğunuza hazıram. Çox sağ olun. Sağ Allah olun. ömrünüzü versin, qardaşlıqda əski eləməsin. Çox sağ olun.